Salam, canlı yayında Region News'un informasiya buraxılışıdır. Mən onun aparıcısı Turac İbrahimovayam. Ölkə miqyasında kəndə dəstək proqramı ilə əhali ilə məsləhətləşmələrə başlanılıb. Proqram çərçivəsində ilk görüş Marneuli Bələdiyyəsinin inzibati vahidliklərində həyata keçirilib. Bələdiyyənin meri birinci müavini ilə birlikdə Qasımlı ilə Qaçağan kəndlərində yerli sakinlərlə görüşdə iştirak edərək əhalinin ehtiyaclarını dinləyib. Proqramın həyata keçirilməsi üçün mərkəzi büdcədən Marneuli Bələdiyyəsinə 1 milyon 232 min lari ayrılıb. Biz artıq yerli sakinlərlə yerində görüşürük. Biz onların həm inisiativlərinə, həm problemlərinə qulaq asırıq və bu proqram çərçivəsində biz istəyirik ki, onların problemləri, onların inisiativası nəzərdə tutulsun və bizim kəndimizin bir çox problemli məsələlərini burada da insanlarımız dilə gətirdilər. Onlar da bunların həll olması üçün gərəkli fikirləri söylədilər, bildirdilər, sağ olsunlar. Bizim bugünkü əsas tələbimiz ondan ibarət idi ki, biz istəyirdik ki, bu ilki layihədə kəndimizin qəbristanlığında kişi və qadın ayaq yolunun olmasıdır. Eyni zamanda bunun yanında məzarlıqda orada alət ədəvatlarının qoyulmasıdır. Bizim də nə problemimiz var dedik, hamısına razılıq elədilər, çox sağ olsunlar. Bizim də qəbristanlığa asfalt lazımdır yollarımıza. Bir də qəbristanlıqda ayaq yolu lazımdır ki, kişi qadın üçün onda söz verdi ki, həll eləyəcək. Biz vətəndaşlar da rəhbərlikə xahiş edirik ki, indiyənə qədər gördüyümüz işi davam elətdirin. İşıq sistemində adca yarımçıq var, onu axıra qədər davam elətdirsinlər. Yollarımız çox yaxşıdır, qazımız yaxşıdır, işığımız yaxşıdır, sumuz yaxşıdır. Hər gündə biz artıq dərəcədə onlardan xahiş edirik ki, belə görüşləri tez-tez eləsinlər. O söz var, deyir, yumruq hamı bir olsa dağı yerindən oynadar. Bu il Bolnisdə kəndə dəstək proqramı ilə kəndlərdə həyata keçiriləcək layihələr üçün 728 min laridən çox pul ayrılıb. Bolnis kəndlərində 2026-cı il üçün kəndə dəstək proqramına başlanılıb. Onun çərçivəsində yerli hökumət nümayəndələri Poladauri, Samcebrisi və Bolnis kəndlərinin sakinləri ilə görüşüblər. Görüşlərin məqsədi kəndlərin ehtiyaclarını və prioritet layihələri müəyyən etməkdir. Bu il Bolnisdə kəndə dəstək proqramı çərçivəsində həyata keçiriləcək layihələr üçün 728 min 460 lari ayrılıb. Bugün kəndə dəstək proqramı ilə əhali üçün görüşlərə başladıq. Poladauri, Samcebrisi və Bolnis kəndlərində olduq. Hər kənd üçün proqramla 12 min lari ayrılıb. Ehtiyac ilə yerli büdcədən də məbləğ əlavə olunur. Kəndlərdə əsasən 2-3 variant irəli sürürlər və aralarından ən ehtiyac duyduqlarını seçib qərar verirlər. Biz gəlmişik ki, sakinlərlə görüşək, onları narahat edən problemlərlə tanış olaq. Onların iştirakı ilə proqram daha maraqlı alınır. İllərdir bu proqramı həyata keçiririk. Məqsədimiz onun daha da inkişaf etdirilməsidir. Görüşlərdə kəndlərin sakinləri əsas problemlər kimi su, yol və ictimai infrastrukturun yaxşılaşdırılmasını dilə gətirdilər. Dedilər ki, bu tendensiyalar gündəlik həyatda ciddi çətinliklər yaradır və vaxtında həll yolları tələb edir. 12 min lari bu bizim üçün elə bir böyük puldur. Onunla iki planı yerinə yetirmək olmaz. Yəni həm körpünün yolunu, həm də qabristanlığın qırağını düzəltmək mümkündür. Ancaq 12 min lari ilə ola bilər ki, bir balaca qabristanlığın yanında iş görülsün. Qaldı iki kənd arasında olan münasibəti olar, düzəltmək olar. Yəni 24 min lari yenə bir şey düzəltmək olar. Bu il bizdə olsa, gələn də orada olar. Bunu düzəltməyə hökumətin özü daha da yaxşı bilir. Daha da özləri belə dəkinək düzəldərlər və xalqda qane olar həmin məsələyə, həmin pula. İndi bizim körpüyü qarıblar sağ olsun. Oraya qədər gələn yolumuz çox bərbaddır. Oraya ya asfalt, ya beton nə lazımdır onu tökmək lazımdır. Əgər imkanı olarsa da elə bax bu yolda, bu çıxan yolda qarmaq lazımdır. Bir də qazımız gəlsə yaxşı olar.
qaz gəlsə çox yaxşı olar. Biz odun yandırırıq, əziyyət çəkirik. Odun da 1000 manatdır bir maşını, iş yoxdur. Redoval öyümüz var, onu düzəltsin. Heç bir şey bizə lazım deyil, başqa şey. İndi pul çatır, çatmır, bilmirəm, gəlsin. Ya xatya bu fundament qoyuldu, xatya bu gəlsin, bir düzəltsin bu şey. Biz ondan razıyıq. Xatırladaq ki, kəndə dəstək proqramı sakinlərə öz kəndlərində həyata keçiriləcək bir prioritet layihəni müəyyən etməyə imkan verir. Marneuli şəhərində su təchizatı və kanalizasiya infrastrukturu layihəsi başa çatmaq üzrədir. Bu mərhələdə su təchizatı şəbəkəsinin əsas hissəsinin tikintisi və yeni birləşmələr başa çatıb. Kanalizasiya sistemi üzrə işlər isə aktiv mərhələdədir. Qalan əsas işlər Rustaveli küçəsində qovşaqların təşkili ilə bağlıdır. Bundan sonra su sistemi tam işlək vəziyyətə gətiriləcək. Layihə Asiya İnkişaf Bankının maliyyə dəstəyi ilə həyata keçirilir. Onun dəyəri 13 milyon laridir. Biz yerli özünü idarə etmə olaraq maksimal şəkildə məsuliyyətli şəxslərlə əlaqədəyik. Tezliklə Marneuli sakinlərinin 24 saatlıq suyu olacaq. Fevralın 6-sında Marneuli şəhərində Mədəniyyət Mərkəzinin təşkilatçılığı və incəsənət tarixçisi İzolda Melikişvilinin rəhbərliyi ilə bələdiyyənin İctimai Kitabxanasının akt zalında Qafqaz geyimləri haqqında mühazirə keçirildi. Dəvət olunmuş qonaq maraqlı gənclər qrupuna kiçik bir master-klass təqdim etdi. Tədbirin əsas məqsədi qədim Gürcü ənənəvi geyimlərinin tarixi yaddaşını canlandırmaq və maarifləndirmək idi. Hüquq mühafizə orqanlarının əməkdaşları mütəşəkkil dəstə tərəfindən xüsusilə külli miqdarda narkotik maddənin qanunsuz alınması, saxlanması və satışına kömək etmə ittihamı ilə 2 nəfəri həbs ediblər. Hakimin qərarı əsasında həyata keçirilən əməliyyat tədbirləri çərçivəsində Rustavi şəhərində bağlamanın nəzarətli çatdırılması həyata keçirilib və bu da 2 nəfərin cinayətkar niyyətini təsdiqləyib. Bu mənim əlimdə olan son məlumat idi. Yenidən görüşmək ümidi ilə sağ olun, sağlıqla qalın.